Məhəmməd, Nədir günah? əgər mən 40 ayaq olsaydım, mən bütün ayaqlarımı ayaqqabı alardım. 40 tane ayağın olsa 40 tane ayaqqabı neçə arasına giyinirsən? 42. 42 ayaq olar. Bir də gözlə 40 tane ayaqqabı sədərəkdən avtovoydan vursam gətirmək üçün qazayın lazım. Ne sərf eləmir. Ayaqqabı qıymırsan? Sərf eləmir. Bir dəqiqə mən bunu niyə hesab edirəm? Günah başın xarab, sən niyə 40 tane ayağın olsun? Nə olsun olur da bəzən. Tarakan zal olsaydı bir şey fikirləşmək olardı. Tarakan müğənni deyil. Ay Günay, o tarakan bu tarakan əşiklər düş qabağıma görə bütün beynim yandı. Ay Günay, Nədir Məhəmməd? mən sənin ən bahalı pudran olsaydım, yerə düşüb dağılsaydım, mən tozlarımı yığardım. Sən niyə yerə düşürsən? Nə qədər mən pul vermişəm pudrama? Ay, yox, mən məsəl üçün deyirəm, sən mənə sual versən axı həmişə ona görə. Yenisini almalıyıq. Gedin mən də təzə pudra alam. Ay, nə pudra? Mən zarafat edirdim. Mən Yenə sən düşdün sındın axı. Aman yox, tüm zibilə keçdim yanan yerdə. Aldım pudranı, rahatlaşdım. Məhəmməd, Ay daha Günay. mən dəli olsaydım əgər, mən dəlixanaya aparardım. Əslində elə bir şey fikirləşirəm. Nəyi? Yəni də dəlixanaya aparmıram mən səni, yəni sənin dəli olmağını. Yəni mənə dəli deyirsən? Yox, heç çaşdım şey, dəlixanaya aparım sən. Sən mənə dəli dedin. Yox da dilimə şiş batsın mənim. Ay Günay, qaçma dayan. Ay da. Nə oldu? Yoruldum. Gəl şu qabağımı tez.